Salam əziz analarımız, çox tez-tez verilən suallara aydınlıq gətirmək istəyirəm. Onlardan biri də sual verirsiniz ki, uşağın qolundan tutdum, səs gəldi, ayağını, paltarını geyindirəndə səs gəldi. Bu uşağın deyirlər ki, sümüyü boşdur, nəsə eləmək lazımdır, çox pis səs-küylər gəlir uşaqdan. Xüsusən də bəzən olur ki, biraz pastoz, kök uşaqlarda bu daha çox hiss olunur. Onu da qeyd edeyim ki, uşaqların sümükləri kövrək, incə olduğu üçün bu səsləri eşidə bilərsiniz. Uşaqların qollarını çəkərkən, oturduğu yerdən dartarkən oynaqlardan çox rahatçılıqla çıxa bilər. Yəni qol çıxıqları, bazudan, dirsəkdən çıxıqlara rast gələ bilərik. Ona görə də yaxşı olar ki, körpələrimizlə çox incə davranaq. Onların bu sümük səslərindən narahat olmaqdansa, onları möhkəmliklə birdən-birə çəkməkdən yayınaq. Çalışaq ki, uşaqlar bizim gələcəyimizdir. Onlar sağlam olsun. HCC Clinical Hospital sağlamlığınızı bizə